Ancaq bir neçə onun belə əməllərini mən izləyəndə artıq onu gördüm ki, burada böyük təhlükə var bizim dövlətçiliyimizə qarşı. Birincisi o, həmişə hakimiyyət uğrunda mübarizə aparır. Bunu gizlətmək lazım deyil. 2003-cü ildə də artıq İlham Əliyev cənabları seçkilərə qatılanda da ondan biraz əvvəl o böyük təbliğata başlamışdı ki, İlham Əliyevin təcrübəsi yoxdur. Heydər Əliyev məhz Ramiz Mextiyevi Azərbaycan prezidenti görür. Bu haqda onun adamları gelib təbliğat aparırdılar. Hətta prezident aparatında belə bir təbliğat apardıqlarına görə bəzi adamlar cəzalandırdılar. Prezidentin tərcüməçisi var idi, o ölkəni tərk elədi sonra. Bir neçə icra başçıları var idi. Mən özüm bunu eşitmişdim. Bir dəfə mənim də yanıma gəlmişdilər ki, bilirsiniz, Heydər Əliyev yalnız Ramiz Mextiyevə o hakimiyyəti verə bilər. İlham Əliyev çox cavandır. Sən gələk buna mane olmayasan. Mən dedim, siz nə ağılla gəlib belə şeylər danışırsınız? Birincisi, Ramiz Mextiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq. Siz də onun fitnasıyla belə hərəkətlərə yol verirsinizsə, sizin də axınız yaxşı olmayacaq. 2003-cü ildə o təbliğat aparırdı. 2013-cü ildə də o təbliğat aparırdı. Mehriban xanım birinci vitse-prezident seçiləndə də o öz əlatları vasitəsilə hansısa ictimai təşkilatları buna qarşı, partiyaları buna qarşı qaldırmaq istəyirdi ki, cəmaət güya ki, etiraz edir Mehriban xanıma. Halbuki bütün bu işlərin arxasında Ramiz Mextiyev dururdu. Yəni onun hakimiyyət iddiası çox güclüydü və ikinci, birbaşa Moskva ilə bağlı adam idi. Heç bunu gizlətmirdi. 98-ci ildə prezidentin səhhətində problemlər yarananda, o bir ağır gecə oldu. İlk gecə ki, nə vaxt onun səhhətində problemlər yarandı. Ondan sonra səhərsi gün artıq biz bilirdik. Həmin informasiyanı eşidən kimi Ramiz Mextiyev dövlət aparatından zəng elədi Moskvaya, Ruşaylıya, Rusiyanın Təhlükəsizlik Şurasının katibindən ki, Heydər Əliyevin vəziyyəti ağırdır, mən nə eləməliyəm, nə tapşırıqlar var. Bu qədər bu Rusiya bağlı adam idi, qul kimi baxırdı Rusiya